Salam hər kəsə. Bu gün mən sizə fərqli bir mövzudan danışacağam. Halbuki hamının əziyyət çəkdiyi bir xəstəlik deyək də. Çünki yorumlara oxuyuram. Yorumlarda hamı deyir ki, bir xəstəlikdən, bütün xəstəliklər danışmısansa bir xəstəlik yaddan çıxıb. Hansı xəstəlikdir? Bu yaddaş zəifliyi. Yaddaş zəifliyindən əziyyət çəkən şəxslərimiz, yaddaş problemin var, düzdürmü? Yaddaş problemi sənə çox narahat edir. Yaddaşsızlıqdan əziyyət çəkirsən. Bax, fərq yox da, beləcə, uşaqlar olsun, böyüklər olsun, yaddaş ən aktual mövzulardan biridir. Çox təəssüf olsun ki, biz yaddaş problemi getdikcə çox aktuallaşır və yaddaş problemi çox ən əsas həssas beləcə problemlərdən biridir yaddaş problemi. Yaddaşsızlığa görə biz illərdir müalicələr, nə bilim dərmanlar, vitaminlər, nələrsə qəbul edirik və uşaqlarımıza balıq yağları istifadə edirik. Amma yaxşı, bu böyüklər nə istifadə eləsin, böyüklər yaddan çıxır və yaxud da uşaqlarınıza balıq yağı verir, amma bəzən heç bir yaddaş problemi gəlmir. Gəlin mən sizə, baxın, bir dənə omega 3 balıq yağını təqdim edeyim. Bu balıq yağı digərlərdən fərqi odur ki, tərkibində 97% balıq yağı var. 97% balıq yağı tərkibində. Tam təbiətsel tərkibidir. 0 yaşından 100 yaşa kimi şəxslər istifadə edə bilər. Heç bir orqanın ziyanı yoxdur. Yəni, yaddaşın sənin sürətli şəkildə bərpa eləyəcək. O, telefonun, televizyon pultunu qoyursan, harasa qoymuşsan, axtar tapa bilmirsən, onu belə aradan qaldıracaq. Əgər siz də yaddaşsızlıqdan əziyyət çəkirsən, yaddaş probleminiz varsa, bax, elə indi bir dəqiqə profilimdə qeyd etdiyim əlaqə nömrəm vasitə əlaqə saxlayıb. Bu omega 3 balıq yağını əldə edin ki, bu omega 3 balıq yağı gedib apteklərdə axtarmayın. Bu Tianşi firmasına aid olan bir balıq yağıdır. Və bu balıq yağı heç bir apteklərə satılmır. Niyə satılmır? Çünki təbiidir, kimyəvidir və insana heç bir ziyanı yoxdur və əla nəticə göstərdiyinə görə apteklərə satış yoxdur. Siz də omega 3 balıq yağını əldə etmək istəyirsinizsə, profilimdə qeyd etdiyim əlaqə nömrəmi vasitələ saxlayıb bu omega 3 balıq yağını əldə edə bilərsiniz. Azərbaycan istənilən mülkə çatdırılması